14 yanvar 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, Amerikanın İrana saatlar sonra hücum edəcəyini anons verməsindən sonra İranın da hədələdiyi ölkələr var və bunlardan birincisi Türkiyədə dəyərli izləyicilər. İran Türkiyəni hədələdi və vuracağı dedi. İran region dövlətlərinə, başda Türkiyə olmaqla Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edib ki, Amerika tərəfindən hücum olacağı təqdirdə bu ölkələrdə yerləşən Amerika hərbi bazaları hədəfə alınacaq. Və bu barədə Reuters-ə İranın yüksək vəzifəli rəsmisi deyib, Telegraf xəbər verir ki, İran rəsmisi agentliyə bildirib ki, Amerika prezidenti Donald Trump'ın hədələrindən sonra Vaşinqtonla Tehran arasında birbaşa əlaqə də dayandırılıb. Amma belə bir ərəfədə isə Rıza Pəhləvinin ard-arda açıqlamaları var və Pəhləvi orduya çağırış edib dəyərli izləyicilər. Silahlı qüvvələrin şəxsi heyətinə xüsusi mesajım var deyir. Siz İranın milli ordususunuz, İslam Respublikasının yox, bunu İran şahının oğlu Rıza Pəhləvi deyib. Deyir, sizin çox vaxtınız qalmayıb, ən qısa zamanda xalqa qoşulun deyə demək açıqlama verib. Eyni zamanda o həm də insanlara demək Amerikadan gələcək yardımı da xatırladıb, dəstəyi də xatırladıb ki, Amerika dəstək verəcək və siz bu prosesdə aktiv olun. Amerikanın 48 saat sonra İrana hücum edəcəyi ilə bağlı açıqlamalar da var. Trump isə Amerikalılara çağırış edib ki, dərhal İranı tərk edin və orada qalmayın. Amma İrandan da müəyyən açıqlamalar gəlib və Amerikaya münasibətdə ki, heç vaxt bu dediklərini edə bilməyəcəklər və İran onların cavabını ən ağır formada verəcək. Bu dəqiqələrdə isə İran sərhədi yaxınlığında Amerika kəşfiyyat dronu görünüb. Nə baş verir? Amerika kəşfiyyatı hərəkətə mi keçdi? İran sərhədi yaxınlığında Amerika istehsalı olan Northrop Grumman MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi aşkar edilib. Publikas xəbər verir ki, bu barədə dünya üzrə təyyarələrin hərəkətlərini izləyən Flight Radar 24 saytı məlumat yayıb və bildirilib ki, Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərindəki Amerika hərbi bazasının havaya qalxaraq Fars körfəzinin hava məkanına daxil olub. Təxminən eyni vaxtda isə Lockheed C-130C Hercules təyyarəsi Qətərdəki bazadan havaya qalxıb. Xatırladaq ki, bundan əvvəl Fars körfəzi səmasında Amerika hərbi təyyarəsi Boeing KC-135R təyyarəsi görülmüşdü. Dəyərli izləyicilər, bir sözlə proseslər qaynar bir mərhələyə qədəm qoyur. Son dəqiqə xəbərlərindən xəbərdar olmaq üçün isə TV Musavatın TikTok kanalına abunə olun və oradakı sağdakı üstə gəl düyməsini vurmaqla abunə olacaqsınız və bundan sonra ən son dəqiqə xəbərlərini də bu kanaldan öyrənə biləcəksiniz dəyərli izləyicilər.